İlk önce nəticədən öncə buradakı atmosfer çox belə cəlbediciydi. Yəni bu bir daha göstərdi ki, bizdə ümumiyyətlə futbola maraq var, ümumiyyətlə futbolu sevirlər. Sadəcə bunu biraz da azarkeşləri aktivləşdirmək lazımdır. Əlbəttə bu ola bilər ki, bəlkə biz öz oyunlarımızla, öz işimizlə onları daha cəlb etməliyik, amma ümumi atmosferi çox bəyəndim və əlbəttə ki, millimizin qalibiyyəti çox fantastik idi və əslində o futbolda final oyunu kimi bir oyunuydu. Hansı ki, finallaşmada qalib gəldilər və ən güclü keçən ki, dünya çempionuydu. Və belə çox həzz aldım belə bir oyundan. Bakıda çempion olmaq şansını necə görürsünüz? Biz arzu edə bilərik. Biraz üstünlük var əlbəttə ki, amma bu idmandır. Burada istənilən nəticə ola bilər. Çünki elə ikinci oyunu gəlirəm. Bu oyunlarda da hiss olunur ki, biraz futbolçularda həyəcan var və istər-istəməz bu ilk dəfədir belə bir turnir keçirilir Bakıda və elə fürsətdən istifadə edib elə Orxan müəllimə öz təşəkkürümü bildirmək istəyirəm ki, bu cür bəlkə bu turnirə hamı biraz kiçik baxırlar, amma ümumi götürsən bu təşkilatçılıq, ümumiyyətlə bu futbola olan maraq, yəni bu hətta böyük futbolda da mən çox istədim belə bir təşkilatçılıq. Yəni nə mənim belə bir azarkeşlərdə belə bir inam olsun, belə bir güvən olsun. Kubok oyununa hazırlıqlar necə gedir? Normal. Normal gedir. Millinin oyunları gəlir qarşıdan, o gözləntilərinizi də bilmək istərdim bu barədə. Onlar arzu verirəm. Gözləntilərimiz həmişə yuxarı olur, həmişə daha yaxşı olur, amma mən yenə qeyd edirəm ki, biz yaxşısını arzu edirik və yaxşısını istəyirik millidən. Amma bu idmanda hər şey ola bilər. Hər bir halda millimizin yanında olmalıdır. Olacaq da. Mini futbolda gördüyümüz azarkeşlər dəstəyi, bəs niyə əsas futbolda görə bilmirik? Bizim oyunlarımızda var. Çok böyük turnirlərdə var, amma çempionatda ola bilər ki, biraz zəifdir. İnşallah olar. Əgər burada bugün bu azarkeşi, 4000-5000 azarkeşi belə bir gözəl bir arenaya yığmaq olursa, inşallah stadionlara da yığmaq olacaq və gözləyəcək onları. Nəticələrlə bağlı olduğunu düşünürsünüz də yəqin. Nəticələr Milli futbol elə bir oyunlarda da oyundur bu ki, biz futbol elə bir oyundur ki, gərək hər komandanın öz azarkeşi olur. Bəzi azarkeşlər, belə deyək, fanatlar nəticəyə görə yox, ümumiyyətlə öz komandasına görə gəlirlər oyunlara. Ona görə biz bir tərəfdən uduruqsa, digər tərəfdən udsa, belə deyək, bizim bəzi problemlərimiz azalar. Ən azından azarkeşlər stadionda olsalar, onlar əlavə bir dəstək olurlar, əlavə bir güc verirlər futbolçulara və o problemlər həll olunsa, inşallah digərləri də həll olunacaq.